Həyatımıza sürətli şəkildə inteqrasiya edən süni intellekt bizə nə vəd edir? İnsan faktorunun avtomatlaşdırılması və sıxışdırılması yoxsa yeni nailiyyətlər? Sürəti və effektivliyi ilə seçilən süni intellekt son illər tibbi diaqnostika, maliyyə təhlili və logistika idarəsində işləri çevikləşdirib zavodlarda, xidmət sahəsində və ofis yerlərində məhsuldarlığı artırdı. Ümumi gedişatdan bəlli olur ki, süni intellektin əmək bazarına təsiri davam edəcək. Bu isə öz növbəsində mütəxəssislərə ehtiyac yaradacaq. Süni intellektin əmək bazarına təsiri 2015-ci ilin əvvəlində Dünya İqtisadiyyat Forumunun hesabatında da öz əksini tapıb. Və bu hesabatda qeyd olunurdu ki, 2030-cu ilə qədər mövcud iş yerlərinin ən az 1/4, yəni 25% süni intellektdən təsirlənəcək. Burada xüsusilə bank sektorunda və kassir və digər əməliyyatçı vakansiyaları demək olar ki, süni intellektdən əvəz oluna bilər. Ambar işləri, müxtəlif mühasibatlıqla əlaqəli və müxtəlif rəqəmsal həlləri artıq süni intellekt insan əməyini əvəzləşdirə bilər və bununla əlaqəli süni intellektin müəyyən imkanlarını istifadə edən, süni intellektə doğru əmrlər, doğru komutlar verən mütəxəssislərə ehtiyac yaranacaq. Burada bu analitik düşüncə qabiliyyəti, informasiya texnologiyalarından istifadə etmə, süni intellektin imkanlarını insanların ehtiyacları və insanların istədikləri istiqamətə yönləndirə bilən mütəxəssislərə ehtiyac var. Süni intellekt gələcəyin bir çox ixtisaslarının formalaşacağına səbəb olacaq. Ümumi olaraq baxdığımız zaman gələcəyin peşələri sırasında ilk sırada data analitikası, burada süni intellektdən də istifadə edərək müəyyən həll yolları təqdim edən mütəxəssislər, IT mütəxəssisləri, kiber təhlükəsizliklə əlaqəli. Bunlar kompüter istiqamətli gələcəyin peşələridir. Eyni zamanda tibbi biologiya, tibbi avadanlıqlardan istifadə, burada da süni intellektin və böyük verilənlərin istifadəsi, analizi ilə əlaqəli mütəxəssislərə ciddi ehtiyac yaranacaq. Çünki tibb və biotexnologiyada da süni intellektdən istifadə olunur və gələcəkdə bunu yaxşı istifadə edən mütəxəssislərə ciddi ehtiyac yaranacaq. Gələcəkdə digər sahələrdə, məsələn, ekologiya və təbii sərvətlər sahəsində, alternativ və bərpa olunan enerji istehsalında, fizioterapiya və müxtəlif tibb xidmətlərində süni intellektin tətbiqi ilə əlaqəli ixtisaslar ortaya çıxacaq. Dünya İqtisad Forumunun 2015-ci ildə təqdim etdiyi hesabatda bildirilirdi ki, süni intellektin əmək bazarına təsiri IT texnologiyalarının yüksək inkişaf etdiyi Amerika, İngiltərə kimi ölkələrdən başlayacaq. Ölkəmizə gəlincə isə Azərbaycanda süni intellektin əmək bazarına təsiri 2030-cu ildən sonraki mərhələlərdə ola bilər. Qərb ölkələrindən təsiri bizdə hələ ki nisbətən daha yumşaq keçid olacaq. Bununla əlaqəli dövlətin atdığı addımlar var. Süni intellektlə əlaqəli dövlət proqramı qəbul olunub. Müxtəlif ali təhsil müəssisələrində həm süni intellektlə əlaqəli, həm digər kiber təhlükəsizlik, dövlət xidmətlərinin elektronlaşması, vətəndaş məmnuniyyətinin artırılması istiqamətində ixtisaslar demək olar ki, artırılıb. Ümumilikdə ölkəmizdə 2025-2028-ci illər üçün süni intellekt strategiyasının təsdiq edilməsi gələcəyin süni intellektlə bağlı ixtisaslarının effektivliyinə də təsir edəcək. Çünki sözü gedən strategiyanın məqsədlərindən biri də ixtisaslı kadr potensialının gücləndirilməsidir. Bu isə öz növbəsində gələcəyin ixtisaslarının formalaşdırılmasına şərait yaradacaq.